Salam dostlar, kanalıma hoş geldiniz. Mən Elmir. Bugün yeni video ilə qarşınızdayım. Deməli dostlar, bugün çox adamın bilmədiyi bir yer aparmaq istəyirəm sizi oyunda. Yəni ondan əvvəl bir dənə kanala abunə olub videoya like atsanız yaxşı olar. Yəni dediyim kimi uşaqlar, yeni gələn xəritədə bir dənə yerimiz var. Bu yerdə deməli uşaqlar loot falan var deyə orada dərəcə falan da kasa bilərsiniz. Demək olar oyunun 50% bilir, 50% bilmir. Yəni belə uşaqlar. Sadəcə izləyin, sadəcə baxın ki, nədir, nə deyil. Yəni sizin də bu yerdən xəbəriniz olsun. Ondan əvvəl bir dənə kanala abunə olun, videoya like atın ki, daha çox video gəlsin. Deməli uşaqlar, oyunumuz açıldı. Belə düz gedirsiniz. Xəritədə indi göstərəcəm sizə. Yəni düşəndə təxmini biləsiniz haradır. Bu suyun altda olan çayı görürsünüz də uşaqlar. Çayın başlanğıc yerini, yəni mənbəsini tapırıq biz. Yəni bu çayın mənbəsi hardadır? Görürsünüz, mənbə oradadır. Baxın, qabaqdan axır, yuxarıdan axır, tökülür. Şəlalə olan yerə getməliyik uşaqlar biz. İndi orada nələr edirik, nələr etmirik, onun hamısını deyəcəm. Burasını diqqətlə qulaq asın uşaqlar. Deməli, nə varsınız? Buradan promo üstünə hoppanmağa çalışın. İndi görəcəksiniz. Aşağı düşüb hoppanmağa çalışırsanız, yəni əziyyət olur. Yəni bir 10-15 dəfə yoxlayırsınız demək olar. Uşaqlar, promo görürsünüz. Ortada olan var, göydə olan. Promo yolun üstünə hoppansınız. Bu sağa da hoppana bilərsiniz. İndi mən sola hoppanım. Görürsünüz orada göy şey. Orada hoppanmışsınız, promo bura hoppansınız. İndi bunu göstərəcəm nə etmək lazımdır. Deməli, gəl uşaqlar. Burada bunları qırırsınız. Yəni özünüz görürsünüz. İçəri keçə bilirsiniz. Belə də qaça bilərsiniz ha. Yəni silah götürdünüz yerdən. Promo gəlin onun içinə. Oradan gələnləri vurun. Yəni əladır ki, yəni dərəcə kasmaq olur. Bura bir dənə tollayaq, adam gəlsə geri qaçsın. Sadəcə səbirli olun, izləyin ki, görün bu hara gedir bunun sonu. Görürsünüz, burada təkər çıxdı. Təkər nədir? Hoppanmadı. Belə elədik, hoppandı, yenə bura düşdü. Siz bura promo ilə düşə bilərsiniz. Mən onu göstərmək üçün aşağı düşdüm. Deməli, gəldiniz bura. Bunu qırdınız. Gözlüyün qırılsın. Bura yumruq hasarı çox olan karakteri götürə bilərsiniz. Mən də az deyək götürmədim. Daha doğrusu götürmək yadımdan çıxdı. Yəni, əgər bura gəlməsi istəyirsə onu götürün, tez qırır. Aha, adam var. Silah götür. Qaşəng. Kafadan vuruşun oldu. Sən ölsəm cici olardım da təmiz. Yəni, burada da şu alır. Görürsünüz bu stolu. Stolda otura bilərsiniz. Yəni belə. Bura bir dənə mayın tullayaq ki, adam gəlir. Demək, bura mayın tulladınız deyək, mayınız var. Mayın gələndən sonra bura keçirsiniz. Görürsünüz burada. Oradan hoppanan kimin əxalədir? Şak kafa. Onun hoppanıb düşəndə 2 saniyə geyişmə olur. İstər istəməz karakterdə. O 2 saniyədə adamı məhv eləyə bilərsiniz. Yəni görürsünüz, xəritənin burasındadır. Yəni görürsünüz, buradan da hoppana bilirsiniz aşağı. Hoppansınız. Görürsünüz, burada da təkərlər var. Ama oradan düşdü. Qaşəng, bunu da aldı. Yəni görürsünüz, belə. Gəlirsiniz bura, buradan da çıxa bilirsiniz belə. Yəni burada özünüz görürsünüz, bu zulüm uşaqlar, ona baxın indi. Görürsünüz uşaqlar, zulümdür. Yəni gəlin bunu çox yoxlayasınız ki, yəni ola. Amma bura qaşəngmiş. Ona baxın uşaqlar, bir dənə qrafik artırırsınız. Grafik artırmışım, ona görə elədi. Grafik artırırsınız burada. Yəni videoda FPS düşür, ona görə biraz zəif görsənə bilər, amma yəni oyunun içində əladır. Deməli uşaqlar, gəldik bura. Baxın, bu hissədə uşaqlar, şəlalə olan yerə gəlirsiniz. Yəni əladır uşaqlar. Bir dənə oyunumuzu tamamlayaq, Allah yine tez qutara öldürüb eləyərlər. Yəni belə qəsdən ölmək istəmirəm. Yəni bizi öldürərlər. Yuxarı getməyi, aşağı gedək. Bunun yadınızda uşaqlar, yəni qışda gətirmişdilər. Yəni bundan əvvəlki güncəlmə
incəleme videosunda da demişəm, indi də deyim. Yəni gətirmişdilər bunu. Yenə deyim. Uşaqlar, amma onu deyim ki, biz orada olan vaxt, yəni suyun içində olan vaxt, şəlalənin içində olan vaxt, yəni 50 nəfərdən 36-sını endiriblər, 14 nəfər qalıbdı. Yəni onu demək onda bot düşmüşdü, yəni güclü oyuncular düşüb ki, 14 nəfər qalıb, alan da yəni böyükdür, yəni o qədər balaca alanmayıbdı. Uşaqlar, bir də söz deyim, klanımıza gələ bilərsiniz. Klanımız 2 səviyyədə, 3-4 səviyyədə olacaq. Vay, o hardan çıxdı belə? Qaqa, bu kimindir bu karakter? Qaqa, bu qaçdı. Bir dənə baxaq. Ala, bu buradayım. Bu nədir? Ala, bu loxdur ki belə. Mən görmədi oradan gəldiyimi. Ala, ciddən loxdur bu. Mən olsam orada nakadi vurmuşdum da, yəni. Nətər gözümdən qaçdı bilmirəm. Yəni, yəqin başı qarışdı. Aha. Yəni, ikisi də 3 səviyyədir. M60 və altılı pompalı. İndi bir dənə baxaq görə adamlar harada da 3 kilimiz var. Hələlik qavamızda əsl adamlar düşübdür. Yəni oyunda samolyotun içində botlar gördüm, amma yəqin botlar qırıblar. Nəysə, yəni çox aparmayacağım uşaqlar videonu. Sadəcə göstərmək amaçlı çəkdim. Siz də bir dənə, yəni əziyyətimin qarşılığı olaraq bir dənə like atın, kanala abunə olun ki, daha çox video gəlsin uşaqlar. Deməli, yavaş-yavaş videonu sonlandıraq buralarda. Deməli uşaqlar, bugünkü videomuz bu qədər idi. Özünüzə yaxşı baxın. Kanala abunə olub, videoya like atmağı yaddan çıxarmayın. Öpdüm hamınızı, sağ olun.